Azərbaycanda və bütün müsəlman dünyasında müqəddəs Qurban Bayramı qeyd olunur. Biz hazırda Təzəpir məscidindəyik. Kadrlardan da gördüyünüz kimi hazırda bayram namazı qılmaq üçün yüzlərlə paytaxt sakini hazırda məsciddə toplaşıb. Biz müşahidə elədik ki, burada xarici vətəndaşlar da var, hansı ki öz ibadətlərini icra etmək üçün hazırda məsciddədirlər, namaz qılırlar. Və qeyd edim ki, namaz Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Alaşgür Paşazadənin imamətliyi ilə qılınır. Namazın ardınca isə qurban kəsmi prosesinə start veriləcək. Elhamdülillahi Rabbil alemin və salatu və selamu alə seyyidina Muhammedin və alə alihi və ashabihi əcmain. Müsəlmanlar bayram edirlər, qurban kəsirlər, Kəbə evini dolanırlar, dualar edirlər. Məqsəd ondadır ki, və dünyada ölüm, itim olmasın, müharibə olmasın. Gələ-gələ baxıram televiziyadan, görürəm ki, nə qədər dövlət rəhbərləri, bilim dövlət rəhbərlərimizi təbrik edir. Bir vaxtlar var idi, heç kim o qapını açmırdı və təbriklər yox idi, səs yox idi. Amma bu günləri bilim dövlətin imzası dünya dövlətləri içərisində var. Dövlət rəhbərinin səsi, sözü o qəbul olunur. Ona görə də biz müsəlmanlar hamımız dua edirik və dua edirik ki, bu günləri bizim dövlətimiz, dövlətçiyimiz, bu dövlət uğrunda, müstəqillik uğrunda şəhid olanları Allah təala rəhmət eləsin, qazi olanlara can sağlığı versin. Və bu günləri siz görürsünüz, mənlə beraber burada həm müfti Salman, həm mən buradayım. Yəni mənlə beraber həm sünni, həm şiələr beraber namaz qılırıq. Başqa yerdə bunu görmək çox çətindir, amma bu Azərbaycanda var. Əlbəttə bunun bir növrəsini qoyan Ulu Öndər Heydər Əliyev cənabları var. Qurban Bayramı Zilhiccə ayının 10-cu günündən başlayır və adətən 3 gün davam edir. Uca Allah Qurani Kərimin Kəvsər surəsində belə buyurur: Rəbbin üçün namaz qıl və qurban kəs. Bütün Azərbaycan xalqının Qurban Bayramını təbrik edirəm. Uca Allah gələn günlərimizi xeyirli etsin inşallah. Qurban Bayramı ondan ibarət ki, qurban kəsirsən, onu bir kasım insanlara paylaşırsan. Heç olmasa ən azından bir 7 ailəni sevindirmək bu daha bir gözəl bir savabdır, bir işdir. Həmişə olduğu kimi insanlarımız maşallah görürsünüz, hətta çöldə yer olmadı, çöldə də insanlar namazda iştirak edirlər. Biz hər il gəlirik bu məscidə. Bütün bayram namazlarımızı demək olar ki, gəlib qılırıq. Çox qəşəng dualar elədik. Biz əmin-amanlıqda yaşayırıq. Çox qəşəng keçdi. Çox gözəl əhval-ruhiyyə ilə ayrılırıq. Əcnəbi vətəndaşlar da var idi. Çoxlu əcnəbi vətəndaşlar vardı. Onlar da bizi ilə bir sırada namaz qıldılar. Onlar da yəqin öz dillərində də dualar elədilər. Yəni hamımız bir yerdə namaz qıldıq. Şükür Allaha ki, bu bayramı Azad Qarabağımızda qeyd etməyə müvəffəq olduq. Buna görə biz şəhidlərimizə borcluyuq. Allah şəhidlərimizə rəhmət etsin və Allah Teala ordumuzu qorusun. Allah Teala xalqımızı qorusun. Canımız can, Azərbaycanımızı qorusun. Allah Teala prezidentimizi qorusun. Müqəddəs Qurban Bayramı münasibətlə xalqımı təbrik eləyirəm. Evlərdə qaynar qazanlar qaynasın, isti çörəklər olsun, isti münasibət olsun. Uşaqlarımız güllə səsinə yox, gül ətrinə oyansınlar. Qeyd edək ki, bu il Qurban Bayramı və Müstəqillik Günü ilə əlaqədar olaraq Azərbaycanda 27-31 may tarixləri ardıcıl qeyri-iş günü olacaq. Bayramınız mübarək. Nigar Rəcəbova, Əsgər İbrahimli, APA TV.